yazmağına vəsilə olmuşdu. Amma Darwinin özü də deyir ki, iki arqument gətirmədən qəbul eləməyin. Hansı arqumentlərdir? Birincisi, keçid fosillərinin tapılması. İndiyənə kimi tapılmayıb. Yəni, meymuna oxşan bir varlıqdan insanın yaranmasına bir fosil tapılmayıb. İkincisi, göz. İşığı qəbul eləməyə, fotonları qəbul edib beyninə ötürmə bu heyvanlarda yoxdur. Göz funksiyası eyni deyil, gördüyünü anlamaq. Və demək ki, həqiqətən də insan meymundan yox, meymun insandan yaranmışdır. Bu da etdiyi xəta və günahlara görə. Qaldı ki, sevik, bağırlı, sənin özündə ciddi problemlər var. Gözünün içinə baxanda musallatlı olduğun ortadadır və sol çiynivi tez-tez əyməyin, soldan gələn şeytan səni azdırdığını dəlil və sübutdur. Bunu tibbdə tık destroying deyirlər. Yəni tık xəstəliyi. Bunun da həkimlərin çarəsini bilmədiyinə görə sinir, soy və soydan gəlmə deyirlər. Amma bilin ki, həkimin etdiyi ən böyük xəta ruhu düşünmədən cismi müalicə etməyə təşəbbüs göstərməkdir. Mən deyirəm ki, insan meymuna çevrilə bilər, amma meymundan sübut eləyin ki, insan yaranıb. Amma mən deyir, sübut eləyirəm. Mikroskopiya xəstəliyi. Uşaq dünyaya gələrkən beyni balaca olur, qulaqları yekə, eynən meymuna oxşuyur. Mən burada bunlar kimlərin uşaqları olur? Ateistlərin. Və nə səbəb olur? Hansı xəstəlik? Zika virusu. 1947-ci ildə Ugandada Zika meşəliyində kəşf olunmuş virusdur. O heyvanlardan, meymundan keçir və mikroskopiya xəstəliyi yaradır. Toxoplazma qondi parazitləri mikroskopiya xəstəliyini yaradır. Və bir çox şeylər deyə bilərəm, amma vaxtımız azdır. Ona görə də belə ateist, deist, özünü bilməyən, tanımayan insanlara qulaq asmayın. Mən keçən dəfə onun canlısına girdim. Metafizika ilə bacarmadığına görə, söz tapa bilmədiyinə görə məni geri atdı və qaralama kampaniyası elədi. Arxandakı şeyləri yığıb pul qazanırsan. Sənin arxanda nədir? Rəngli kitablar. Ateist düşüncələr, boş-boş şeylər, baxdı bu boş-boş şeylərə.